Yine buna baxaq. Alfa, alfa, beta, beta, qabaq-qabağa burada oldu beta, bu BA-D'dən. Sonra bizə YFN 3 verib. Başqa nə verib? Başqa bir şey verməyib. BSN-i də 6 verib. Nə istəyir? BD-ni istəyir. BD də oradır. Görəsən onu necə taparam? Deməli, buradan bura nisbəti nə qədərdir? 2-nin 1-ə. 6. Düzdür? Onda bura 2K olanda bura nə olur? Niyə elə oldu? Bu tənbələnə görə. Anladıq mı? Bəli. Hə. Onda K-nı biz Pifaqordan tapa bilərikmi lazım olsa? Bax, 2K-nın kvadratı bərabərdir 6-nın kvadratı plus K plus 3-ün kvadratı. Tapa bilərikmi? Bəli. Yəni Pifaqor ədədlərindən A, B, C üçbucağın tərəfləri tapıldı. Buradan tapa bilərik. Sonra hələ bir şeyə baxaq. Danışacağım. A'ya niye K Sonra- oldu? Olmasa deyin de A'ya niye K oldu ki? Baba üçbucaq var da bu da burada. Üçbucaqda tənbölən var. 6-nın 3-ə. Bəli, mən görmədim. Bəli, bəli, sağ olsun. İndi buradan olur K. K-nı buradan taparıq. Sonra ümumiyyətlə danışırıq. Başqa burada nə etmək olar? Başqa bir qayda nə yada düşər? Fikir verin. 2K və K. Onda baba burada yenə Pifaqor teoremi ilə BD nəyə bərabər olacaq? BD-nin kvadratı nə olacaq? Bərabərdir. K-nın kvadratı üstə 4K-nın kvadratı. Yəni neçə K kvadratı? O da eləyəcək nə qədər? Biz əslində burada K-ya nə versi ödənir? Bicdə işlədirəm. K-ya 5 verirəm. Fikir verin. Ödənir. 6, 8, 10. Siz o tənliyi həll eləsiniz, elə 5 taparsınız. Burada oldu 5. Onda Pifaqordan nə qədər eləyəcək? 5 kök 5. Götürüb qoyarsınız, bir hesablayarsınız. Ama orada AY'nin AD'ye bərabərliyini hardan aldıq? Betadan da bu da burada demədik. Gözümdən qaçdı həmin hissə. Bu da buradan dedik də alfa beta əlaqəsi. Bura alfa